Demək, axşamınız xeyir bir daha. Mən Nahid Məmmədov sizinlə birlikdə 13 dərslik, təqribən 1 aylıq Power BI proqramının birlikdə öyrənəcəyik. Demək, ümumiyyətlə Power BI nə üçün istifadə olunur? Az öncə bəzilərinizin qeyd elədiyi kimi, Power BI proqramı vizuallaşdırma üçün istifadə olunur. Yəni, ən əsas, belə deyək, funksionallığı onun vizuallaşdırmada istifadə olunmasıdır. Vizuallaşdırma nədir? Əlimizdə bizim datalarımız var, müxtəlif mənbələrdən çəkdiyimiz. Məsələn, SQL-dan çəkə bilərik datanı, başqa hardan çəkə bilərik? Başqa harda yığıla bilər datalar? Excel-də yığıla bilər, başqa Python-da ola bilər və s. Və onlayn hansı saytlarda da ola bilər datalar. Birbaşa ora qoşuluruq, datanı əldə edirik. Daha sonra bu data üzərində müxtəlif vizualları qururuq və modelləşdirmə edirik. Məsələn, Power BI-nin ən əsas məqsədlərindən biri də dashboard qurmaqdır. Dashboard, məsələn, bunlar dashboardların nümunələridir. Hansı ki, burada əslində tam yaxşı görünmür. İşığı sən görsəm necə olar? Belə araşdır. Belə araşdır. Baxın, burada məsələn dashboardlardır. Müxtəlif formada vizuallar qurulur. Məsələn, bu ərəyə çatdı. Daha sonra bu matris vizualıdır. Bu decomposition tree'dir. Bu static column çatdı və s. Bunların hamısını keçəcəyik. Yuxarıda xəritə vizualı var, pie chart var, donut chart var və s. Okay? Power BI ümumiyyətlə əsas məqsədlərin ən başlıca məqsədi ən sonda vizuallaşdırma quraraq dashboard yaratmaqdır. Dashboard nədir ümumiyyətlə? Dashboard elə bir, belə deyək də, vizuallar toplusuna deyilir ki, burada bizim görmək istədiyimiz bütün məlumatlar oradadır. Okay? Bir databazaya bağlı olaraq, yəni məsələn, satış datasında tutaq ki, hansı məlumatlar ola bilər? Məsələn, nə kimi vizuallar qura bilərik? Hə? Məsələn, tutaq ki, deyək ki, hansı bir supermarketlər şəbəkəsində data analitik və yaxud da biznes analitik vəzifəsində çalışırıq. Bizdən istəyirlər ki, dashboard quraq. Ən çox satılan məhsullar, başqa? Günlük satış, aylıq satış, başqa? Bəli. Müəssisələr arasında müqayisə aparılır. Nə kimi müəssisə məsələn? Filial. Hansı filial daha çox satıb? Yəni, mağazaların yerləşmə yerindən bağlı. Daha sonra burada ola bilər məhsulların bir üst qrupları, bir də alt qrupları var. Daha aydın izah eləmək üçün belə bir nümunə çəkilmişsə, məsələn, tutaq, götürək çipsləri. Okay? Çipslərin 50 qramlığı var, 100 qramlığı var. Nə bilim, barbekülüsü var, soğanlısı var və s. Bunlar hamısı fərqli məhsullardır, amma ümumilikdə hamısının adı çipsi gedir. Okay? Məsələn, bu formada bunlar arasında belə deyək, hansı məhsul kateqoriyaları daha çox satılır və yaxud da qida, qeyri-qida olaraq bölə bilərik və yaxud da içkiləri ayıra bilərik və s. Bu tip məlumatlardan, bu tip kateqoriyalardan istifadə edərək vizuallar qura bilərik. İndi gəlin bu vizualların, belə deyək, bu təlim müddətində həmin bu vizualları qurmaqdan, modelləşdirmədən tutmuş Power BI-nin dərinliklərinə qədər enəcəyik. Qısa məlumat verim modelləşdirmə haqqında. Modelləşdirmə sizcə nədir? Ümumiyyətlə, model nədir datada? Necə? Okay, necə bir quruluş? O, cədvəllər arasında əlaqə gedir daha çox. Məsələn, model ümumiyyətlə Power BI-də elə bir mövhuma deyilir ki, məsələn, biz bir dənə əlaqə sistemi yaradırıq. Bizim ola bilər ki, əlimizdə bir cədvəl olsun, ola bilər 10 cədvəl olsun, ola bilər 20 cədvəl olsun. Bu cədvəllər hərəsi bir mənbədən gələ bilər və biz onlar arasında, həmin cədvəllər arasında əlaqələr yaradırıq. Məsələn, SQL-da keçmişsiniz də, join-lər keçirsiniz. Primary key, foreign key məsələsi var idi. Burada da həmin o bir cədvəlin primary key-i digər cədvəlin foreign key-inə bərabər olacaq və həmin o primary və foreign key-lər arasında əlaqə yaradacaq. Okay? Və bu o demək olacaq ki, cədvəllərin bir-birinə əlaqəsi var. Və daha sonra hər iki cədvəldən istifadə edərək vizuallaşdırma qururuq. Yaxşı, bəs bunun modelləşdirmə hansı hissəsindədir?
Modelləşdirmə o hissəsindədir ki, bizim qurduğumuz vizuallar artıq cədvəllərdən asılı vəziyyətdədir. Yəni cədvəldə hansısa bir dəyişiklik olduqda, cədvələ yeni sətir əlavə olunduqda və yaxud da günlük olaraq baxırıqsa, günlük update olunan cədvəllərdirsə, gün tarixi dəyişirsə, növbəti günə keçiriksə, yeni məlumatlar gələndə biz artıq heç nə eləməyə düşmürüksə, avtomatik olaraq həmin o Power BI-yə refresh etdikdə avtomatik yeni bazanı çəkir və apardığımız bütün əməliyyatları təkrar özü aparır. Okay? Yəni bir dənə model qururuq və salam. Bizim sonra artıq bir dənə refresh düyməsine basmağımız kifayət eləyir ki, update versiyada görülsün. Aydındır? İndi isə gəlin biraz bir-birimizi tanıyaq. Mən Nahid Məmmədov, 4 illik təcrübəm var təlimçilik sahəsində. Təxminən 35-dən çox təlimdə iştirak eləmişəm. Yəni təlimçi olaraq iştirak eləmişəm və təxminən 250 nəfərdən çox, belə deyək, tələbə ilə birlikdə Excel və yaxud da Power BI öyrənmişik. Təlim istiqaməti Microsoft Excel və Power BI iladır. Sizlə də yolumuz Power BI-də kəsişir. Daha sonra bununla yanaşı özüm hal-hazırda Capital Bankda çalışıram. Biznes analitik kimi, ümumilikdə biznes analitik kimi 4 illik təcrübəm var. Onun yalnızca 1 ili Capital Bankdadır. Belə, burada mənim sosial şəbəkə hesablarımı görə bilərsiniz. LinkedIn-dən connectionlarınızı gözləyirəm hər birinizin. Daha sonra mail ünvanım və WhatsApp mailim burada vardır. İndi bir-birimizi tanımazdan əvvəl istəyirəm ki, siz mənə bu təlimdən olan gözləntilərinizi deyəsiniz. Bu təlimdən nə gözləyirik? Heç kim heç nə gözləmir. Aha. İş mühitində istifadə olunacaqları öyrənmək. Belə yaza bilərik. Düz başa düşdüm sizə? Olunan alınması. Sonra çəkinməyin gənclər. Bir ay buradayıq. Hələ bir-birimizi tanıyacaq. Narahat olmayın. Heç kimin gözləntisi yoxdur başqa? Okey. Vizuallaşdırma. Keçən təlimdə bir nəfər demişdi ki, imtahandan 100 almaq istəyirəm. Okey, bu qrupda yoxdur. Daha sonra ev tapşırığı istəyən var. Ev tapşırıqlar. Okey, baxın bunu da əlavə eləyirəm. Zorla boyunuza qoymaq kimi çıxmasın. Claro. Okey, başqa kiminsə nəsə əlavəsi varmı? Buna biz 13-cü dərsdə gəlib baxacağıq ki, bunları elədikmi, eləmədikmi deyə. Okey. Aha. Biznes case'lər deyə. Necə? Məsələn, necə fərdi tapşırıq? Proyekt kimi. Okey. Baxın, başdan belə bir şey deyim sizə. Hər an özünə uyğun proyekt əslində bizim, belə deyək, bu təlimin, belə deyək, kontentində yoxdur, amma belə bir şey eləyə bilərik. Biz əsasən, daha çox belə deyək də, proqramın 95%-ni əhatə eləyəcəyik hardasa 10-cu, 11-ci dərsdə. O vaxt sizə proyekt verə bilərəm, bir növ ev tapşırığı kimi işləyib mənə ata bilərsiniz. Mən də sizə ona uyğun feedback verərəm. Final layihə kimi, amma heç nəyə təsir eləməyən final layihə. Okay? Əgər kimə maraqlıdırsa, ona uyğun da feedbacklər verərəm sizə. Və məlumatları, hansı məlumatlardan istifadə eləmək yaxşı olar, hardan məlumat götürmək olar, onda da köməklik eləyərəm. Okay? Razılaşdıq? Sağ olun. Başqa kimin nəsə gözləntisi varmı? Okay. Başqa gözlənti yoxdur. O zaman mən deyim ki, siz təlimi bitirdikdən sonra müxtəlif mənbələrdən data çəkməyi öyrənəcəksiniz. Datanın analiz üçün hazırlanmasını öyrənəcəyik birlikdə. Baxın, datanın analizi başqadır. Datanı
analiz olunası vəziyyətə gətirmək başqadır. Okay? İndi düzdür, bizim əlimizdə olan datalar səliqəli datalardır, amma sizə deyim, real praktikada heç də səliqəli datalar yoxdur. Sütunlarda sətirlərin yarısından çoxu 0 gəlir, format fərqli olan sütunlar var. Məsələn, telefon nömrəsi sütunu var, tutaq ki. Biri 055 ilə başlayır, biri plus 994 ilə başlayır. Yəni, onları bir standarta gətirmək üçün istifadə olunur. Daha sonra cədvəllər arasında əlaqələr yaratmağı öyrənəcəyik. Daha sonra 15-dən çox vizualın istifadə qaydalarına baxacaq. Ən çox istifadə olunan vizuallar hansılardır? Və bu 15 vizual da təbii ki, Power BI-də daha çoxdur vizuallar. Lakin biz 15 dənəsini daha çox istifadə olunanları götürürük. Oradan da ən çox istifadə olunan 5-6 vizualdır. Okay? Daha sonra slicerların əhəmiyyətini və istifadəsini öyrənəcəyik. Slicerları bilirdik nədir? Aha, Excel-də var idi. Nə işə yarayırdı slicerlar? Unutmuşuq. Aha, filtr verirdi. Bəli, vizuallara filtr verirdi. Həm vizuallara, həm də nəyə filtr verirdi slicerlar? Vizuallardan yanaşı. Hansı cədvəl idi? Pivot cədvəli idi. Pivot cədvəllərə və vizuallara filtr vermək üçün istifadə olunur. Amma sizə deyim, Power BI-dəki slicerlar Excel-dəki slicerlardan daha funksionaldır. Okay? Bunu keçəcəyik. Daha sonra tarix, mətin, riyazi və digər DAX formullarını. DAX-ın açılışı Data Analysis Expressions deməkdir, ingilis dilindən tərcümədə. Yəni, datanın analizi üçün istifadə olunan ifadələr. Bir növ, Loru dildə desək, formullar, funksiyalar. Okay? Bunları öyrənəcəyik. Hansı ki, 70-dən çox funksiya var, istifadə olunan və bunları öyrənəcəyik və bunları əhatə edən praktiki tapşırıqlar yerinə yetirəcəyik. Okay? Ümumiyyətlə, belə düşünürəm ki, 3 dənə dərs keçiririk, sonra bir dərs praktiki tapşırıq. 3 dənə dərs, sonra bir dənə praktiki tapşırıq. Yaxşıdır sizin üçün? Daha yaxşı versiyanız var? Təklifləri açığam. Okay. Onda bunu da razılaşdıq. Daha sonra sizdən başqa bir gözləntim nədir? Hamımız kompüterlə gəlirik. Okay? Çünki birlikdə işləyəcəyik. Birlikdə işləməsək, ancaq göz yaddaşından öyrənmək çətin olacaq sizə. Okay? Ona görə məsləhətdir ki, yəni belə deyək, tövsiyə eləyərdim ki, birlikdə işləyək. Məsələn, mən burada hansı əməliyyatı eləyirəmsə, siz də orada eləyəsiniz, əliniz də öyrəşsin. Okay? Daha sonra bilmədiklərimizi çəkinmədən soruşuruq. Çünki sizin də bir öhdəliyiniz var, mənim də bir öhdəliyim var. Və bu öhdəliklərə qarşılıqlı olaraq hörmət eləməyi xahiş eləyirəm. Okay? Yəni, sizin öhdəliyinizi öyrənməkdirsə, mənim də öhdəliyim öyrətməkdir. Yəni, bir dəfə izah elədim, anlaşıqlı olmadı. 2 dəfə olmadı. 3-cü dəfə də olacaq. Okay? Çəkinmədən soruşuruq. Razılaşdıq. Və bir də əsas məsələ dərsə gecikmirik. Okay? Ümumiyyətlə, dərsdə, belə deyəm, 55 dəqiqə dərs, 10 dəqiqə fasilə, sonra yenidən 55 dəqiqə dərs formatında olacaq. 10 dəqiqəlik fasilələrdə də gecikmirik. Okay? Və dərsə də çalışırıq ki, gecikmirik. Sual varmı? İndi keçək tanışlıq mərhələsinə. Buyurun. Ümumi DAX formulalardır. Baxın, ümumiyyətlə 70-dən çoxdur. Excel-də neçə dənə funksiya var? Heç mən də bilmirəm. Okay, yəni Power BI-də də elə o qədərdir. Yəni, onlardan daha çox istifadə olunanları keçəcək. Ola bilər bəlkə də haradasa qarşınıza çıxır ki, bu funksiya daha çox istifadə olunanlar arasındadır, amma təlimdə olması normaldır. Yəni, o hərə öz aspektindən baxır ki, kim hansını daha çox istifadə edir. Okay? Həm də o, istifadə olunan, belə deyək də, Power BI-in hansı sahədə istifadə olunursa, o sahəyə daha çox uyğundur. Məsələn, mühəndislikdə istifadə olunan Power BI-in funksiyaları ilə, belə deyək, maliyyə sektorunda istifadə olunan funksiyaları eyni deyil. Mühəndislikdə daha başqa funksiyalar istifadə olunur, nəinki maliyyədə. Çünki, belə deyək də, sahələr çox fərqlidir. Belə. İndi keçək tanışlığa. Siz yəqin ki, bir-birinizi tanıyırsınız, amma mən sizə tanımıram. Demək, xahiş edirəm ki, ad, soyad, haranı bitirmişik, ondan sonra harada işləyirik, bir də ki, niyə bu data analitikanı öyrənirik, onun haqqında deyək. Məsələn, ilk öncə mən başlayım. Nahid Məmmədov, Kapital Bankda işləyirəm, eyni zamanda İNNAV-da təlimçi kimi fəaliyyət göstərirəm.
2 universitet bitirmişəm. Bakalavr Bakı Ali Neft Məktəbində və magistri da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bitirmişəm. İxtisasımla işimin heç bir əlaqəsi yoxdur. İxtisasım neft-qaz mühəndisliyi olub. Bakalavrda, magistrda da neft və qaz yataqlarının işlənməsi. Özüm də hal-hazırda biznes analitik kimi çalışıram. Belə. Kim davam eləyir? Buyurun. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavrı, magistrdə Qərbi Kasp Universiteti bitirmişəm. Allah şəfa versin. Hal-hazırda Azərbaycan Holdingdə işləyirəm. Nə kimi işləyirsiniz? Layihələrini idarə edilməsi. Aha, əla. Niyə data analitikanı öyrənmək istəyirsiniz? Birinci həvəsim var. Və gələcəkdə də bu sahədə işləmək istəyirəm. Okey. Əla. Sonra? Okey. Nə vaxt qurtarmısınız? Elə bu il qurtarmısınız. Okey. Uğurlar sizə. Sonra? Lap yaxşı. Nə üçün öyrənmək istəyirsiniz? Sahəni dəyişmək üçün. Okey, uğurlar. Aha, uğurlar. Neçənci kurssuz? 3-cü kurs, bakalavr. Uğurlar. Magistr olası deyil ki. Okey. Sonra keçək sizə. Harada işləyirsiniz? Aha, elə orada işləyirsiniz. Maraq üçün. Eləmi? Sahəni dəyişməyi düşünürsünüz, yoxsa? Aydın. Adınız necə olduğu üzr istəyirəm? Kamal. Aha, buyurun. Aha, əla. Neçənci kurssuz? 3-cü kurs. Xeyirli olsun. Adınız necə olduğu üzr istəyirəm? Tahir bəy. Aha. Xanımlar? Aha, uğurlar. Uğurlar. Harada işləyirsiniz? Aha. Aha, əla. Uğurlar sizə. Əla. Hər birinizə uğurlar gənclər. Demək, başlayaq artıq dərsin özünə. Hər kəsdə yükləndi proqram. Hələ yüklənir. Neçə faizdir? 14? İnterneti biraz zəifdir, o görə. Mən Wi-Fi aça bilərəm. Məndə problem yoxdur. Mən də buranın Wi-Fi-nə qoşulmuşdum. Okey.
Mən Wi-Fi açdım, bir saniyə. Sadəcə amma 10 nəfər qoşula biləcəm maksimum. Daha doğrusu 6 nəfər. Limitli. 50 GB demək olar ki, limitsizddir. Vaxta da az qalıb. Heyfdir. Wi-Fi-nin adı Poco X3 Pro-dur. Parolü də innab balaca hərflərlə 1 2 3. Okay, 6 nəfər qoşula biləcək amma. Demək, gənclər, nə edək? Ya da gəlin belə eləyək. Belə eləyək. Mən sizə WhatsApp qrupuna Drive-da link göndərmişəm. Okay? Həmin linkə daxil olaq. Okay? Həmin linkə daxil olduqda Data Analitika 44 qovluğunda, Data Analitika 44 qovluğunda bizdə var materiallar və recording. Həmin bu recording dərsə aid olan məlumatlardır, daha doğrusu dərsin rekordlarıdır. O bura yüklənəcək. Materiallar hissəsində də bizim dərs boyu istifadə edəcəyimiz materiallar var. Okay? Buradan yükləyəcək sessiya 1-2 faylını. Okay? Sessiya 1-2 faylını yükləyək və onun elə Excel formasını açaq. Materiallardaydı. Necə? Materiallardaydı. Aha, materiallardaydı bəli. Sessiya 1-2. Aha, 1-2. Hamımız faylı yüklədik. Tablo və Power BI arasında fərq. Əslində məqsəd olaraq eynidir. İkisi də vizuallaşdırmadır, modelləşdirmə olur və s. Amma interfeys baxımından çox fərqlidir. Məsələn, belə deyim, vizualların qurulması Power BI-də daha rahatdır. Amma onlara dizayn verilməsi Tabloda daha rahatdır. Yox, dashboard hazırlamaq da, baxın, vizualların məsələn rənglənməsi, müxtəlif əlavələrin olunması və s. bu tip əməliyyatlar Tabloda daha rahatdır. Amma vizualın özünün qurulması Power BI-də çox rahatdır. Məsələn, onu belə izah edeyim sizə. Adi donut chartı bilirik. Aha, simitə oxşayan. Okay? Bu donut chartı Power BI-də qurmaq üçün bir dənə düyməyə basırıq donut chartının üstünə. Lazım olan sütunları atırıq. Birini X-ofna, birini label-a, birini value-a. Və salam, donut chartımız hazırdır. Tabloda 2 dənə pie chart yaradırıq. Birini ağardırıq, ağı gətirib o birisinin içinə atırıq, olur donut chart. Yəni 5-6 mərhələ daha çoxdur. Belə, faylı yüklədik. Okay. Gənclər, deməli, bir dənə də boş Excel faylı açaq. Adi, heç nə olmayan. Yox, Power BI-dən bu da işləməyəcək. Çünki hər kəsdə yoxdur Power BI. Okay. Fərqi yoxdur. Adi, boş səhifə yox, boş fayl. Aha. Adi Excel faylı. Baxın, indi
ümumiyyətlə belə deyək, Power BI-ın 3 dənə əsas belə deyək, məqsədi var. Datanın modelləşdirilməsi, interaktiv hesabatların qurulması və hazırlanan hesabatların Power BI servisdə paylaşılması. Bu Power BI servis nə işə yarayır? Bir növ bunu belə deyək, Drive kimi düşünə bilərsiniz. Okay? Drive-də necə biz fayllara yüklüyürük, kiməsə linkdən access veririk, gedir həmin linkə daxil olub fayla baxa bilir. Okay? Burada da eyni cürə. Sadəcə bu ancaq Power BI üçündür. Buna ən sonuncu dərsdə baxacağıq. Okay? Ümumiyyətlə Power BI-ın əsas 2 dənə hissəsi var, iş görülən. Power BI Desktop və Power Query. Power Query və Power BI Desktop. Okay? Power BI Desktop istifadə olunur modelləşdirmə və vizuallaşdırma üçün. Okay? Power Query isə datanın təmizlənməsi və hazırlanması üçün istifadə olunur. Okay? Bu nə deməkdir? Baxın, tutaq ki, bizim əlimizdə databazadan məlumat gəlib. Okay? Bizim əlimizdə var lazım olmayan sütunlar və yaxud da sütunları ayırmaq lazımdır və yaxud da sütunları birləşdirmək lazımdır. Bir sütunun üstündə hansısa bir əməliyyatlar apararaq başqa bir dəyərlərin üstündə əməliyyatlar apararaq başqa bir dəyərə çevirmək lazımdır. Məsələn, formatını dəyişmək, bu tip əməliyyatları eləmək üçün istifadə edirik Power Query. Cədvəlləri birləşdirmək, baxın, əlaqə yaratmaq yox, birləşdirmək üçün, daha sonra belə deyək, cədvəllərin formasını dəyişmək üçün, pivot və yaxud da unpivot eləmək üçün cədvəlləri istifadə edirik Power Query-ni. Okay? Datamız artıq tam vizuallaşdırmaya hazır vəziyyətə düşdükdə, artıq həmin datanı atırıq Power BI Desktop-a. Aydındır? Biri digərinin içindədir. İndi birinci dərsdə hər kəsdə proqram olmadığı üçün Power BI, Power Query-ni Excel üzərindən açacağım. Amma Power BI üzərindən də eyni formada açılır. Okay? İndi nə edirik? Excel-ə daxil olduq, adi Excel faylına. Gəlirik data tabına, buradan seçirik Get Data. Get Data-nı seçdikdən sonra seçirik From File, From Excel Workbook. Okay? Excel Workbook-u seçdikdən sonra nə edirik? Sonra bizə çıxacaq Import Data pəncərəsi. Buradan həmin o yüklədiyimiz Power BI 1, sessiya 1.2 faylını burada seçirik. Okay? Deməli, məndə haradaydı bu? Təlim innab, Power BI, sessiya 1.2. Bir saniyə baxıram.
Növbəti sualımda navigator pəncərəsi. İndi gənclər, bu navigator pəncərəsi o deməkdir ki, bizim həmin o əlavə etdiyimiz Excel faylında bu səhifələr, belə deyək, bu sheetlərdir. Okay? Bu səhifələr var və hər biri də bir cədvəl formasındadır. Okay? Məsələn, fill down cədvəli, fill down səhifəsi, yəni sheeti var. Daha sonra locations, satış 1, satış 2, satış 3, transactions və vehicles. Okay? İndi burada nə var? Select multiple items. Bunu kliklədikdə, burada gəlir hər birinin qarşısında kvadratlar düşür. Bu o deməkdir ki, mən bunların istədiyim qədərini seçə bilərəm. Okay? Bizim indiki halımızda bunların hər birini seçirik. Hamısını seçdik. Baxın, məsələn, vehicles cədvəlinin üstündə burada kliklədikdə, burada göstərir, məsələn, həmin cədvəldə hansı sütunlar var? 3 dənə sütunumuz var. Seriya nömrəsidir, nəqliyyat vasitəsinin uzunluğudur və yük götürmə qabiliyyətidir. Nə bilim, sales cədvəlində nə var? Tarixdir, yük daşımadır, evakuasiyadır, beynəlxalq yük daşımadır, daha sonra texniki avadanlıqdır, ağır tonajlı yük daşımadır. Okay? Məsələn, locationsda nələr var? Transaksiyanın ID-sidir, regiondur, enlikdir, uzunluqdur və s. Aydındır? Eynidir. Power Query. Aha. Eyni şeydir. Baxın, Power Query Excel ilə Power BI-də tamamilə eynidir. Bir dənə fərqlilik olacaq, onu deyəcəm. İndi bunların hamısını seçdikdən sonra aşağıda 3 dənə seçimimiz var. Cancel aydın məsələdir, ləğv eləməkdir. Qalır bizdə load və transform data. Əgər biz Power Query-də işləmək istəyiriksə, buradan transform data eləyirik. Datanın transformasiyası. Əgər yox, bizim datamız artıq vizuallaşdırmaya hazır vəziyyətdədirsə, bunu hardasa biz 5-ci ya da ki 4-cü dərsdən sonra eləyəcəyik. Bu zaman eləyirik load. Yəni ki, avtomatik olaraq Power BI desktopa yüklənsin. Və yaxud da indiki halda Excel-ə. Okay? Aha. Ümumiyyətlə, transform data eləməkdə spesifik əməliyyatlar var. Digər qalan çox əməliyyatı desktopda da eləmək olur əsas hissədə. Sadəcə bəzi kritik əməliyyatlar var ki, orada eləyirik. İndi onları öyrənəcəyik. İndiki halda eləyirik transform data. Transform data etdikdə processing queries gedir, yəni ki, sorğular emal olunur və açılır Power Query. Alındı gənclər. Sual varmı? Sual yoxdur. Baxın, indi gəlin Power Query-nin interfeysinə baxaq. Bir saniyə. Power Query-nin interfeysinə baxaq. Sol tərəfdə bizdə sorğulardır. Yəni ki, əlimizdə olan cədvəllər. Okay? Fill down cədvəli, locations cədvəli, baxın budur. Daha sonra satış 1, satış 2, satış 3, transactions və vehicles. Okay? Sağ tərəfdə query settings var. Query settings bizim etdiyimiz əməliyyatları göstərən hissədir. Əsasən də bu applied step hissəsi biz nə əməliyyat eləyiriksə orada bu görünür. Və sizə bir dənə pis xəbərim var. Pis xəbər nədən ibarətdir? Burada Ctrl-Z işləmir. Okay? Nəsə əməliyyat eləsəz, Ctrl-Z-lə geri qaytarmaq olmur. Məsələn, tutaq ki, əlim dəydi və yaxud da əlim dəymədi. Qəsdən bilərəkdən bu sütunu sildim. Okay? Bu sütunu sildikdən sonra, baxın, buradan mən baxmaq istəyirəm, tutaq ki, bundan əvvəlki situasiya necə idi? Gəlirəm, bura klikləyirəm, görürəm ki, hə, baxın, bu vəziyyətdə, bu addımda mənim cədvəlim bu formadaydı. Daha sonra remove column elədim, yəni ki, sütunu sildikdən sonra bu sütun silinmiş oldu. Tutabildikmi temanı? İndi mən istəyirəm ki, bu vəziyyətdə qalsın son olaraq. Çünki son olaraq budursa, avtomatik bu cədvəl son olduğu üçün bununla davam eləyəcəyik. Əgər geri qayıtmaq istəyirəmsə, buradan bu X-i klikləyirəm, getdi, geri qayıtdı. Hər bir ardıcıl aşağıya gedəcək. Okay? Nə qədər əməliyyat eləyiriksə, hamısı alt-alta gedəcək. Sual var?
Promoted headers olmadı. Birinci sətir nədir sizdə? Column 1. Hansı cədvəldəsiniz? Aha, mən vehicles'dayım. Fill down'da olması normaldır, olmaması daha doğrusu. Okay? Daha sonra burada nə var? Təsadüfən əlinizdəydi, buradan X-a klikləmisiniz. Okay? Bunu geri gətirmək üçün gəlirik View tabına. Çünki nədir məsələ? Görmürük. Görünüş View tabındadır. Okay? Belə əlaqələndirsəz, Power BI anlamaq və ondan daha səmərəli istifadə etmək, belə deyək, daha effektiv səmərəli istifadə edə bilərsiniz. Okay? View tabında və Query Settings'i kliklədik, gəldi. Aydındır? Sual var? Üstünə basanda da gedir. Sual var mı? Baxın, View tabında Query Settings. Daha sonra cədvəllərin özündən keçməzdən əvvəl aşağı hissədə yazılar var. Nə yazılıb bura? 3 sütun 20 sətir. Baxın, bu cədvəldə 3 dənə sütun var, 20 dənə sətir var. Başqa cədvələ keçdikdə 6 sütun var, 48 sətir var. Başqa bir cədvələ keçdim. 3 sütun var, 12 sətir var. Okay? 999-dan çox olanda isə bu formada göstərir. 1000-dən çox olanda. 999 plus. Okay? Burada ola bilər 1002 sətir olsun. Ola bilər 12 milyon sətir olsun. Okay? İkisini də bu formada göstərəcəm. Aydındır? Konkret sayı verməyi deyəcəm. Lakin bu halda demir, indiki halda. Sadəcə göstərir ki, 1000-dən çoxdur. Okay? Necə? Aşağı elib baxdınız. 10.000 olsa nə edəcəydiniz? Gedəcəkdi belə. Okay. Necə? Hə. Page down, page up eləyərək, məsələn, page up, enter. Page down, enter. Eləyərək keçə bilərik növbət cədvəllərə. Aha. Daha sonra keçək cədvəllərin özlərinə. Məsələn, burada var Transactions cədvəli. Transactions cədvəlində birinci sütun nədir? Sürücü və nəqliyyat vasitəsi. Sürücü və nəqliyyat vasitəsi. Daha sonra var bizdə transaksiya ID, var bizdə məsafə. Əgər fikir verdinizsə, baxın, sürücü və nəqliyyat vasitəsinin data tipi hansı formatdadır? Bunlar nədir? Tekstdir. Bunlar nədir? Rəqəmlərdir. Bunlar da rəqəmlərdir. Fikir versəz görərsiniz ki, tekstin qarşısında burada ABC yazılır. Tam ədədlərin qarşısında 1, 2, 3 yazılır. Və burada tam ədədlərin qarşısında 1, 2, 3 yazılır. Daha sonra keçsək Vehicles cədvəlinə, burada da yox. Keçək məsələn Locations cədvəlinə. Baxın, burada enlik və uzunluq necə yazılıb? Kəsr ədədlərinə. Okay? Onların da data tipi nədir? Kəsr ədəddir. Baxın, 1.2 decimal number. Okay? Daha sonra bir də sales cədvəllərindən baxaq. Sales cədvəllərinə baxanda da burada fərqli olan tarixdir. Tarixdəki kalendar formasındadır. Okay? Sual var mı? Çox qəşəng sualdır. ABC 1, 2, 3 ona görədir ki, baxın, fikir versəz, Excel-də ümumiyyətlə xananın içinə məlumat yazanda xananı ya sola atır yazını, ya da sağa atır. Hansı halda sola, hansında sağa atırdı? Yadımızdadır. Rəqəmdirsə sağa, tekstdirsə sola atır. Hə? Baxın, burada da eyni şeydir. Tekstdirsə sola atıb, rəqəmi sağa atır. Burada hər iki formatda olduğu üçün bura yazılır ABC 1, 2, 3. Amma gənclər, biz ümumiyyətlə birmənalı olaraq yadımızda saxlayaq ki, Power BI-də işləyəndə bir sütun heç bir halda, amma heç bir halda iki formatda ola bilməz. Bu xətadır. Bunu hansı formata çevirmək lazımdır? Tekstə. Çünki bunlar number olmayacaq. 10T yazılıb bura. Okay? Bunun üçün nə edirik?
ABC 1, 2, 3-ün üstünə kliklədik. Buradan seçdik text'i. Okay. Sual var? Hə? Necə? Onu deyəcəm. Split column hissəsində deyəcəm onu. Okay. Sual varmı? Sual yoxsa çıxaq fasiləyə, sonra davam edək. Necə? Bayaq deyilsə, 11-dən çox da sorarsan. Deyəcəm. Var da yəni. Var. Demək gənclər, indi nə edəcəyik? Baxın, bu fayl əslində tam prezentasiya formatında deyil. Burada indi 19 slayddan 9-cusunda olmağına baxmayın. Bu bizim bütün təlim materialını əhatə eləyir, bütün 13 dərsi. Burada bir-bir belə sarılayacağım. Apply steps-i dedik. Demədik. Baxın, apply steps. Baxın, bu hissə idi. Okay? Apply steps. Daha sonra datanın formatı haqqında da məlumat verdik. Ümumiyyətlə, burada ABC yazılan və yaxud da 1.2 yazılan və yaxud da 1.2.3 yazılan hissəyə kliklədikdə, buradan biz formatları dəyişə bilirik özümüz. İstədiyimiz formata sala bilərik. Okay? Sadəcə, məsələn, tutaq ki, belə deyək. Tarix sütunudur. Bunu mən whole number eləsəm, change column type, belə bir pəncərə açılır və bizə sorğu verir ki, baxın, ən sonuncusu change type-dır bizdə əməliyyat. Okay? Əlavə bir step, yəni əlavə bir addım əlavə olunsun, yoxsa həmin o change type-ı dəyişsin. Mən desəm ki, əlavə olunsun, bura bir dənə də change type düşəcək. Okay? Əgər eynisini desəydim, demək, bunu whole number eləyirdik. Replace current eləsəm, bunun özündə dəyişəcəkdir. Okay? Bu olur rəqəm formatında. Burada niyə 41.000 alındı tarixə çevirərkən, tarixi rəqəmə çevirərkən? Bilənimiz var? Aha, ümumiyyətlə, Microsoft-da 1900-cü ilin yanvarın 1-i 1 kimi qəbul olur. Hər bir gün bir ədədinə bərabərdir. Ona görə, məsələn, hansısa bir tarixin üstünə 1 gələndə həmin tarixdən bir gün sonranı göstərəcək. Okay? İndi bunu geri çevirək tarix formatına. Date eləyək. Bunu da eləyək, replace current qalsın belə. Sual var mı burada? Sual yoxdur. Daha sonra hansısa bir sütunun üstündə sağ düyməni kliklədikdə, burada bizə çoxlu seçimlər çıxır. Remove other columns, duplicate column, buna sonra növbəti dərslərdə baxacaq, remove duplicate, buna da baxacaq, errorlar və s. Deməli, başlayaq birinci. Kopya elədikdə sütunu kopyalayacaq. Remove elədikdə sütunu sildi. Okay. Daha sonra sütunun üstünə sağ düyməni kliklədik. Remove other columns nədir? Bu sütunu saxlayacaq, digər bütün sütunları siləcək. Okay? Remove other columns. Görürsünüz, digərləri silindi, bir dənə bu qaldı. Daha sonra burada nə var? Duplicate sütunun duplikatını yaratdı. Görürsünüz, tarix copy. Okay? Daha sonra nə var burada? Remove duplicates, bu duplikatları silir. Okay? Daha sonra nə var burada? Remove error. Əgər sütunun hansı bir sətirlərində errorlar varsa, xətaları silir. Xətalar necə ola bilər? Hansı halda yarana bilər? Baxın, əgər bizim, tutaq ki, sütunumuzun formatı tarixdirsə, amma sütunun tərkibində text olan məlumat varsa, məsələn, burada hamısı tarixdir. Okay? Bunun yerinə tutaq ki, var bir dənə, nə bilim, yazı, Excel yazısı, Power BI yazısı. Bunu biz tarix formatına çevirəndə, yazı axı tarix formatında ola bilməz. Okay? Bunda bizə error verəcək. Xəta. Okay? Sual var? Sual yoxdur. Daha sonra bu sütun bizə lazım deyil. Digərlərinə də növbəti dərslərdə baxacağıq. Hansı ki, burada change type adi məsələdir. Bunu bayaq dedik. Buradan datanın tipini dəyişirik. Transform, il, quarter. Buna da növbəti dərslərdə baxacağıq. Çox güman ki, gələn dərs.
Replace values. Replace values nə işə yarayır? Replace values belə deyək, sütundakı dəyərləri dəyişmək üçün istifadə olunur. Məsələn, vehicles cədvəlinə keçək. Vehicles cədvəlində seçək nəqliyyat vasitəsinin uzunluğu sütununu. Sağ düyməni kliklədik. Buradan seçək Replace values. Replace values-u seçəndən sonra bizim qarşımıza 2 dənə seçim çıxır. Value to find və replace with. Məsələn, deyirəm ki, M hərfini metr sözü ilə əvəz elə. Yazıram bura M, aşağıya da yazıram metr. Birlikdə işləyirik bunu. İşləmirikmiş. Seçdiyimiz sütuna aid olur. Baxın, buraya yazılıb. In the selected columns. Okay? Seçilən sütunda. Daha sonra OK klikləyəndə bütün M-lər metrdən əvəz olunmuş oldu. Əgər bilmirəm, fikir verdinizsə yox, burada heç bir datanın özünü dəyişə bilmirik. Məsələn, üstünə 2 dəfə klikləyim, 7 metri burada 8 metr eləyim, bu məsələ yoxdur. Okay? Ancaq sütunlarla işləyirik. Heç sətrin özünlə də düzgün işləyə bilmirik. Okay? Sağ düymə işləmir. Silmək falan istəsək olmur. Ancaq replace values və yaxud da data mənbəyində dəyişiklik olmalıdır. Aha, bütün sütuna aid olur. Ona görə də Power BI-də biz heç vaxt sətirlərlə işləyə bilmirik. Hansısa xana ilə də işləyə bilmirik. Yəni, maksimum işləyə biləcəyimiz səviyyə replace values-dur. Əgər oradan səhv bir şey gəlibsə mənbədən, onu remove errors eləyə bilərik və yaxud da başqa cür idarə eləyə bilərik. Və yaxud da nə eləyə bilərik? Buradan filtr verə bilərik. Məsələn, tutaq ki, buradan bizə 4 metr lazım deyil, geri qalan hamısı lazımdır. Select all seçdik, buradan seçib 4 metri çıxartdıq. OK kliklədik, 4 metr yoxdur artıq. Artıq mən vizuallaşdırma hissəsinə keçəndə, burada 4 metrə uyğun olan heç bir məlumat olmayacaq. Konkret burada nə görünürsə, burada nə görürsə o gedir əsas hissəyə. OK? Aha, buyur. Aha. Okay, ancaq 4 metrin üstündə dəyişiklik eləmək istəyiriksə, 4 metr yazırıq, onu əvəz edirik başqa bir şeylə. Okay? Bir neçə dənə 4 metrdə ola bilər, bəli. Onu spesifik bir dənəsinə şamil eləyə bilmirik onu. Okay? Sütunun adını necə dəyişərik? Sütunun adını dəyişmək üçün üstünə gəldik, 2 dəfə kliklədik, sütunun adını dəyişə bilərik. Okay? Məsələn, seriya nömrəsinin üstünə kliklədim 2 dəfə. Bunun silirəm yazını. Bura bir dənə nömrə işarəsi qoyuram. Okay? Oldu nömrə. Aydındır. Sütunlarla işləmək çox rahatdır, amma sətirlərlə işləmək mümkün deyil qədərindədir. Yəni. Çox çətindir. Okay? Olmur, belə deyək. Sual varmı gənclər? Necə? Bəli, ancaq sütunlar üzrə aparılır. Sual var? Nəyi? Hansı sən deyirsən? Hardan tapdınız text filtersi? Buradan mı? Bu hissədən. Bəli. Okay. Bu hissələrdə yəqin ki, Excel-dən keçmişik, hə? Text filters nə işə yarayır? Equals, doesn't equal. Keçmişik bunları Excel-dən. Eyni məsələdir. Eyni şirkətin proqramı olduğu üçün burada heç bir fərq yoxdur. Daha sonra rəqəmlərdə necədir? Number filters gələcək. Eyni formadadır. Okay? Equal, doesn't equal, greater than or equal to və s. Hansı? Remove empty mi? Remove empty, bəli, boş olanları silir. Seçilmiş sütunda boş hansı dəyər varsa, məsələn, deyək ki, 86-cı sətirdə həmin sütunda boş dəyər var. Dəyər yoxdur. O zaman 86-cı sütunu sətiri tamamilə silir. Hə, 87 86-ya çıxır, 88 87-yə çıxır və s. Okay? Sual var?
Sual yoxdur. Sual yoxdursa keçək choose columns və remove columns məsələsinə. Bu bir saniyə. Bu hardadır? Baxın, burada bizdə seçək məsələn sales bir cədvəlini. Burada bizdə var home tabında choose columns və remove columns var. Məsələn, buradan choose columns'un aşağısına kliklədikdə iki dənə seçimimiz çıxır. Choose columns və go to column. Məsələn, choose columns'ı seçdikdə burada hansı sütunu saxlamaq istəyiriksə onları seçirik. Məsələn, deyirəm ki, bu 3 dənə sütun olsun. Hər hansı 3 sütun. OK kliklədim və salam. Gəldi həmin o 3 dənə sütun seçili qalır və applied steps'ə də gəlirdi ki, remove the other columns. OK. Daha sonra burada go to column isə hansı sütunu seçiriksə, məsələn, texniki avadanlıq seçdim, avtomatik həmin sütun seçilmiş olacaq. İndiki halda bu heç bir işimizə yaramır, çünki cəmisi 7 sütunumuz var, yəni buradan ayırmaq çox rahatdır. Amma əgər sütun sayı çox olduqda, 30, 40 və s. olduqda, go to column işə yarayır. Okay. Sətri silmək olmur. Ancaq hansı formada silə bilərik? İndi remove rows var, keep rows var. Ancaq bundan istifadə edərək silə bilərik. Okay. Burada tarix sütununu mən silim, bu lazım deyil. Əlavə tarix ikincisi. Sonra remove columns-da eynidir. Remove columns və remove other columns. Remove columns-da hansı sütunları seçiriksə, baxın, seçilmiş sütun var idi. Remove columns-u kliklədik, getdi. Sütunu seçmişik, gəldik remove other columns. Bu sütun xaric digər bütün sütunlar silindi. Okay. İndi baxaq keep rows və remove rows-a. Keep rows nədir? Hansı sətirləri saxlayır? Remove rows-da hansı sətirləri silir? Keep rows-da keep top rows. Məsələn, deyirəm ki, top 15 sətri saxla, top 35 sətri saxla və s. Okay. Burada indi 48 sətir var, hə? Yazıram ki, keep top rows seçdim. Bura seçirəm 3. Bizə ancaq 3 dənə sətri saxlayacaq. Yuxarıdakı top rows. Okay. Daha sonra keep bottom rows eləsəm, ancaq aşağıdakı, məsələn, 3 dənəni, 5 dənəni saxlayacaq. Range of rows eləsəm isə, burada yazıram, məsələn, 3-cü sətirdən 5 dənə sətir seç. 5 dənə sətir qalacaq. 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci sətirlər. Okay. Baxın, bu formadaydı. 3-cü sətir nə ilə başlayır? Mart 1, 2013-də başlayır. Və bu kliklədikdən sonra bu formada olur. Sual varmı? İndi burada bir dənə də məsələ var. Baxın, apardığımız əməliyyatların əgər fikir verdinizsə, bəzilərinin qarşısında belə parametr işarəsi düşür, bəzilərinin qarşısında düşmür. Parametr işarəsi düşənləri o deməkdir ki, əməliyyatı etdikdən sonra yenidən ona idarə edə bilirik. İndi bu parametr işarəsinə kliklədikdə 3, 5 idi. Mən bu 5-i dəyişib 6 eləyib OK vuranda bir sətir də əlavə eləyir. Okay? Yəni bir də bunu silib təzədən 6 yazmağa ehtiyac yoxdur. Birbaşa buradan dəyişə bilirik. Sual var? Yoxdurmu? Sual yoxsa davam edir. Bunu mən silirəm, əvvəlki vəziyyətinə qayıdaq. Bu da bizə lazım deyil. OK. Bunları da dedik. Sonra keçək split column-a. Split column-a keçəndə, split nə deməkdir ümumiyyətlə? Bölmək, parçalamaq, ayırmaq. Yəni ki, sütunları ayırırıq. Demək, bizim bir dənə transactions cədvəlində sürücü və nəqliyyat vasitəsi adlı sütunumuz var. Okay. Bu sütuna fikir versək görərik ki, sürücünün adı və nəqliyyat vasitəsinin seriya nömrəsi birləşib bir-birinə. Mən istəyirəm, bunlar 2 dənə ayrı sütun olsun. Okay. Bunun üçün nə edəcəyik? Bunun üçün home tabında split column var. Split column-u kliklədikdə gəlir bizə seçimlər. Delimiter nədir? Delimiter ayırıcıdır. Bu, bilirsiniz nəyə oxşuyur? Excel-də nəyə oxşuyurdu sizcə? Excel-də də. Text to column oxşuyur. Eyni formadadır. Adı biraz fərqlidir və salam.
By delimiter var. Orada da var idi, yadımızdadır. By delimiter orada da var idi. By delimiterdən sonra başqa nə var idi orada? Fixed width var idi, hə? Sabit uzunluqla bağlı. Burada o by number of characters'dır. Yəni ki, simvol sayı ilə. Sonra burada əlavə olaraq var by position, lowercase to uppercase, uppercase to lowercase, digit, non-digit, non-digit, digit. Bu dördü nə işə yarayır? Lowercase to uppercase odur ki, məsələn, böyük yox, lowercase kiçik hərfdir. Kiçik hərfdən sonra gələn böyük hərfdə ayırır. Məsələn, bunu klikləyək. Bir saniyə. Bir saniyə. Mən nəyə bastım orada? Sütunu seçirik. Məsələn, burada uppercase to lowercase elədikdə, baxın, gördünüz, uppercase M hərfidir, Mahirin M hərfi böyükdür. Bunu ayırdı bu tərəfə, Ahir Əmirov qaldı bu tərəfdə. Uppercase to lowercase. Okay? Aydındır? Digit, non-digit də rəqəmdən sonra gələn qeyri-rəqəm və yaxud da qeyri-rəqəmdən sonra gələn rəqəm. Sən digit, non-digit elədikdə, digitdən sonra gələn non-digit də ayırır. Birinci baxır, harada digit gəlir, yəni ki, rəqəmlər gəlir. 99 gəldi, ondan sonra non-digit gələndə ayırdı. Gördünüz? 99 burada qaldı, AB burada qaldı. Niyə birinci 9-da ayırmadı? Çünki ikincisi də 9-dur, bəli. Ondan sonraki də digitdir. Digit, non-digit olan yerdə ayırdı. Okay? İndiki halda biz hansını istifadə edəcəyik? Delimiter istifadə edəcəyik, bəli. Nəyə görə delimiter istifadə edirik? Çünki ortada bir ayırıcı simvol var. Hansıdır o simvol? 2 nöqtədir. Seçirik delimiteri. Split column by delimiter pəncərəsi açılır. Və buradan seçirik. Select or enter delimiter. Space nədir? Boşluq. Bizə nə lazımdır? 2 nöqtə. Buradan ya seçə bilərik 2 nöqtə hansıdırsa, qoşan nöqtə kolondur. Və yaxud da, əgər bilmiriksə, custom-ı seçirik. Mən həmişə belə edirəm. Custom-ı seçdikdən sonra aşağı hissəyə yazırıq qoşan nöqtəni. Okay? Qoşan nöqtəni yazdıq. İndi burada 3 dənə seçimimiz var bizim. Leftmost delimiter, rightmost delimiter və each occurrence of the delimiter. Bu nə deməkdir? Leftmost delimiter ən soldakı ayırıcı deməkdir. Rightmost ən sağdakı. Each occurrence of the delimiter isə harda ayırıcını gördü, orada ayırır. Okay? Məsələn, buna belə bir nümunə çəkim sizə. Burada flomaster da var. Tamam, tutaq ki, bizim datamız bu formada. Mahir, qoşan nöqtə, Əmirov, qoşan nöqtə, 99, AB, 100. Tabii görülür həmin. Bizim datamız indi necədir? Burada 2 nöqtə yoxdur, ardında boşluq var. İndi təsəvvür edək ki, bizim datamız o formada deyil, bu formada. Mahir, qoşan nöqtə, Əmirov, qoşan nöqtə, 99, AB, 100. Birincisini seçsək, yəni leftmost olduqda, leftmost, ən soldakı ayırıcımız hansıdır? Birinci qoşan nöqtə. Burada nə olacaq? Birinci sütun olacaq Mahir, ikinci sütun olacaq Əmirov, 2 nöqtə, 99, AB, 100. Razıyıq. Niyə belə oldu? Çünki leftmost ən soldakı ayırıcıyı gördük. Okay? Necə? İlk qarşısına ən soldan başlayır, baxın, ən soldan harada tapdıysa orada ayırır və sağ. Tekrarlara baxın. Right'da necədir? Rightmostda isə nə deyəcək? Mahir 2 nöqtə, Əmirov, burada ayırdı 99, AB, 100. Okay?
Çünki niyə ən sağdakı ayrıcı hansıdır? İkinci qoşa nöqtə. Sağdan başlayır. Baxın, ən sağdakı hansıdır? Qoşa nöqtə. Niyə qoşa nöqtə? Çünki biz yuxarı qoşa nöqtə yazmışıq. Okay? Qoşa nöqtəyə görə ayırdım və sağ. İndi iç occurrence necə olacaq? Burada Mahiri ayırır birinci sütuna. Okay. Emirov ayırır ikinci sütuna. Okay. Bir de 99 AB100. İç occurrence ne deməkdir? Hər occurrence təsadüf elədiyində, yəni hər gördüyündə ayrılır. Məsələn, bu 99'dan sonra bir dənə də nöqtə olsa nə olacaqdır? Burada da bir dənə sütun olacaq. Sizcə fərq eləyir? Bəli, eləmir. Çünki bir dənə var. Yəni bir dənə varsa, bu yoxdursa, bu olmadığına görə. Biz də orada deyirik ki, qardaşlar, bu qoşa nöqtə ilə ayrılır. Ona görə bir dənə qoşa nöqtəmiz var. Bir dənə də qoşa nöqtəyə görə ayrılır. Orada indi heç birində fərq eləmir. Sual var. Daha sonra OK klikləyirik. Bəli, boşluqla olsaydı, amma ad soyadının arasında boşluq varsa orada biraz problem ola bilərdi. Aha, ad soyad ayrı-ayrı olacaqdı. Məsələn, e-maildə ayrı olacaqdı. Hə. Etdikdən sonra gördünüz, sütun ayrılmış oldu. Necə? İki dənə ayrıcı, eyni ayrıcı, fərqli ayrıcı. Fərqli ayrıcı olsa biz deyirik ki, hansı ayrıcı ilə ayırsın? İkisindən də ayırmaq istəyiriksə, 2 dəfə eləyəcəyik. Bəli. Yox, əgər bir dəfə eləmək istəyiriksə, deyəcəyik ki, hansından ayırsın, orada heç bir problem olmayacaq. Necə ki, indiki halda 2 ayrıcı var. Biri boşluq idi, biri də qoşa nöqtə idi. Biz dedik ki, qoşa nöqtəyə görə ayır. Okay? Sual var? Sual yoxdur. İndi sütunların da adını dəyişirik. Bunun adını qoyaq. Sürücü. Digərinin də adını qoyaq. NV yazsaq bəsdir. Nəqliyyat vasitəsi. Okay? Axırıncı stepimiz nə oldu? Necə? Aha, nə deməkdir? Aha, kolumn adlarının dəyişdirilməsi. Nə elədik biz ən axırıncı olaraq? Sütunların adlarını dəyişdik. Okay? Gəldi düşdü rename columns. Ondan əvvəl nə idi? Change type. Ondan əvvəl nə idi? Split column by delimiter. Okay? Şu nöqtədə də qalsın. Yox, onu eləmək olmur. Bir də ki, ayrıcı bizə nəyə lazımdır? Onu başqa cür eləyə bilərik. Məsələn, başqa sütuna yaza bilərik hər birinin qarşısına. Replace-lə yox, əlavə bir dənə sütun yarada bilərik. Yəni, ancaq qoşa nöqtə olar. Belə bir şey eləmək mümkündür. Amma ki, sonra da onu bundan birləşdirə bilərik. Və yaxud da belə bir şey eləyə bilərik. Burada transform tabında, bircə saniyə, o haradaydı? Add prefix, bir də ki, suffix var idi. Add columns. Baxın, burada necə eləyə bilərik? Məsələn, istəyiriksə ki, qoşa nöqtə qalsın, bu hansı sütunda qalsın qoşa nöqtə? Soldakı sütunun axırında, hə? V hərfindən sonra olsun qoşa nöqtə. Bunun üçün nə edə bilərik? Transform tabında burada var format. Formata daxil oluruq. Burada var add prefix suffix. Sona artıran hansıdır? Suffixdir, prefixdir? Suffixdir. Suffixi kliklədik. Bura bir dənə qoşa nöqtə qoyduq. OK vurduq. Okay? Hamısının arxasına qoşa nöqtə artırmış olacaq. Stepsə nə düşdü? Added suffix. Okay? Prefix də bunun əvvəlinə artırılır. Sual varmı?
Ara yerdə prefiks, sufiks də getdi. Okay. Sual yoxdursa, keçək növbəti məsələyə. Replace value'su demişdik. Hə? Demişdik. Ancaq sola bir əvvələ. Aha. Ortaya olmur. Necə yəni, sola əvvələ? 2 nöqtəni dedi ya. Hə, baxın, ortaya necə əlavə eləyə bilərik? Burada ancaq replace values-la eləyə bilərik. Məsələn, hara ortaya eləmək istəyirsiniz? Bu boşluğun sağına mı, soluna mı? Mahirdən sonra olsun qoşa nöqtə. Eləmi? Onda nə edəcəyik? Sütunu seçdik. Sağ düymə, replace values. Elə burada da var, replace values. Eyni şeydir. Replace values. Boşluqdan sonra yox, əvvələ dedisə, yoxsa sonraya? Boşluqdan əvvələ. Deyirəm ki, sən boşluğu tap, value to find. Bura bir dənə boşluq simvolu yazdım. Baxın, görürsünüz, burada boşluq simvolu var. Nə ilə əvəz elə boşluq simvolunu? Qoşa nöqtə boşluqla. Məntiq aydındır. Boşluğu götürür, yerinə qoşa nöqtə boşluq qoyur. Birdən çox boşluq olsa bu məsələ işləməyəcək. Mahirdən əvvəl də boşluq ola bilər. Hə. Birdən çox boşluq olsa, onda harada boşluq gördü, yapışdıracaq onu. Okay? Ona başqa məntiq tapmaq lazımdır. İndiki hal üçün ən idealı budur, yəni bu formada eləmək üçün. OK vurduq, gəldi oldu bu formada. Sual var? Sual yoxdur. İlla ki onun da çarəsi var, birdən çox boşluq olduqda. Sadəcə indi ağlıma gəlmədi. Sual yoxdursa davam eləyək. Sonra buradan bizim hələ yarım saatımız var. Yarım saatımız varsa, keçək cədvəllərin dublikat və referans olunmasına. Baxın. Dublikat referansdan əlavə, əvvəl belə bir şey deyim sizə. Gəlin, baxaq cədvəllərin birləşdirilməsi. SQL-dan da keçdiyimiz kimi, cədvəllər hansı formada birləşdirilə bilər? Necə? Bir joinlərlə birləşdirilə bilər. Bir də alt-alta birləşdirə bilər. Hə? Razıyıq bundan. Alt-alta birləşdirmə nə idi SQL-da? Hansı funksiyaydı? İmtahana 100% düşəcək bu. Alt-alta birləşdirən hansı idi? İki dənə cədvəl var, birini o birinin altına birləşdiririk. Keçməmisiniz? Özümün də yadımdan çıxdı. Union ola keçməmisiniz? Hə, keçmişsiniz. Keçməmisiniz? Okay, nəysə. Cədvəlləri alt-alta birləşdirən union var və məsələn, SQL-la aramız qarışdı. Gəncə, Power BI-yə qayıdaq. Deməli, union formulası var və yaxud da union all. Bu nə edir? Cədvəlləri alt-alta birləşdirir. Okay? Məsələn, iki dənə cədvəlimiz var. Tutaq ki, aydı satışdır. İkisi də aydı satışdır. Okay? Məsələn, biri göstərir yanvardan iyuna kimi, digəri də göstərir iyuldan dekabra kimi. Bu cədvəlləri alt-alta birləşdiririk, olur bir dənə cədvəl. Okay? SQL-da da bunu eləməyin iki dənə üsulu var. Ya union funksiyasından istifadə edirsiniz, ya da union all. İndi Power BI-də bunu eləmək üçün funksiya falan yazmağa ehtiyac yoxdur, sadəcə əməliyyat aparırıq. Lakin burada nəzər yetirməli bir neçə dənə nüans var. Yəni onu sizə lövhədə ehtiyac yoxdur. Kimdəsə olur? Yoxdur. Çox sağ olun. Mən xanımlardan göstərdim daha çox. Təşəkkürlər. Deməli, gənclər, təsəvvür edəyəm ki, İstəyirik HR şöbəsində, hansısa bir şirkətin HR şöbəsində data analitik.
Bizim əlimizdə 2 dənə cədvəl var. 2023-ün qəbulları, 2024-ün qəbulları. Başqa cədvəllərdə Excel faylı var, okey? Deyək ki, çox uzun uzadı olmasın deyə, deyək ki, 2 dənə sütun var hər bir cədvəldə. İşçinin ID-si olur, hər bir işçinin. ID, bir də ki, burada olsun, ad. İkinci cədvəldə də ID və ad. Okay? Mənə 4 dənə ad deyim. Nə? Əkbər. Qısa olsa daha yaxşı olar. Mahmud. Lalə. Birdən? Lalə Əli bütün təlimlərin olmazsa olmazıdır. Okay? Burada ID-lər yazır. Məsələn, olsun. 13, 14, 15, 16. Okay? Deyək ki, 2 dənə belə bu cədvəlimiz var. İndi mən istəyirəm. Bu cədvəlləri Power BI-da alt-alta birləşdirim. Necə olacaq? Yəni, burada olur ID, burada olacaq ad. Hər kəs görülür mü? Siz görə bilirsiniz. ID ad. 1, 2, 3, 13, 14, 15, 16. Əkbər, Mahmud, Lalə Əli. Okay? Bu cədvəlləri alt-alta birləşdirdik. Lalə Əli gəlib düşdü bu cədvəlin altına. Sual var burada. Burası aydındır. Heç bir problem yox. İndi kritik nüans odur ki, ikinci cədvəldə sütunun adı ad deyil. Buraya yazılıb name. Okay? Bu halda bizim Power BI-imiz buna necə reaksiya verəcək? Power BI-in reaksiyası bu olacaq. Baxın ki, ID-ni adla name fərqli sütunlarına götürüb 3 dənə sütun yaradacaq. ID, birinci sütunumuz, birinci cədvəlimiz bu cədvəl olduğu üçün birinci adı yazacaq. Əslində biz özümüz deyirik, birinci cədvəl hansı olsun. Mən sadəcə deyirəm ki, bu olsun. Burada da olacaq name. İndi necə olacaq? ID-lər olduğu kimi qalır. Burada 13, 14, 15, 16. Ad hansında var? Əkbər Mahmudda var. Əkbər Mahmud. Okay? Bura düşəcək nav. Burada nə olacaq? Nav. Burada nə olacaq? Lalə. Burada da olacaq Əli. Okay? Aydındır. Sual var mı? Niyə belə olur? Çünki Power BI başa düşmür ki, o ID ilə, daha doğrusu bu name ilə ad eyni sütundur. Harada başa düşmür? Hə? Deməli, nəymiş məsələ? Append funksiyasından istifadə etmək üçün appenddə cədvəlləri Power BI-də alt-alta birləşdirmək üçün istifadə olunan parametrdir. Funksiyadır. Appendi istifadə etmək üçün, yəni cədvəlləri alt-alta birləşdirmək üçün əsas lazım olan şərtimiz odur ki, bunların adları eyni olsun. Eyni olmasın. Eğer kanalda olan neyini adını dəyişirsiniz və sağ. Necə? Sual var? Funksiyon açıqlamıyor ki, adam oxuyur, paragraf çəkilmiş. Bir də adı desək başlasın. Bəli, burada məsələn, neyimdən əlavə olaraq tutaq ki, burada belə deyək. Nə bilim, doğum tarihi olsa, data yazaq. Məsələn, bura yazaq 2000, burada yazaq 2002. Burada olacaq data. Okay. Bunlar düşdü nav. Yoxdur aslında, məsələn, Əkbərlə Mahmud'a doğum tarihi yoxdur. Nav, 2002. Append eləyəndə şunu silə bilərsiniz.
eyni nəticə alınır. Və yaxud da append elementdən əvəz edə bilərsiniz. Eləyəndən sonra silmək daha məqsəd olur ki, orijinala dəymək. Başqa nə sual var? Yoxsa keçək tətbiqinə? Keçək? Deməli, indi nə edirik? Baxın, bizim əlimizdə neçə dənə cədvəl var ümumilikdə? 3, 6, 7 dənə cədvəl var. Sizcə bunların hansını alt-alta birləşdirə bilərik? Hansıları? Salesləri təbii ki, adı üstündə 1, 2, 3 yazılıb belə durur. Deməli, klikləyək sales bir cədvəlinə. Neçə sətr, neçə sütun var? 6 sütun 48 sətr. Sales 2 7, 13. Sales 3 6, 24. Deməli, nə olacaq? Bizim ən axırda dediyimiz Sales 2-də bir dənə sütun artıqdır. İndi nə edirik? Hansısa bir Sales'ın üstündə klikləyirik, fərqi yoxdur hansı olsun. Gəlirik Home tabına. Sağda Combine hissəsində Append Queries var. Append Queries'in də yanında balaca ox var. Həmin oxa klikləyək. 2 dənə seçim çıxır bizə. Append Queries və Append Queries as New. Bunların fərqi nədir? Append Queries odur ki, məsələn, 3 dənə cədvəli birləşdiririk də, Sales 2 və Sales 3-ü Sales 1-in düz altına gətirib yapışdıracaq, elə burada. 1-in özündə, yəni ki, orijinal faylda, orijinal cədvəldə. Append Queries as New-da isə burada başqa bir dənə Append adında cədvəl yaradır, orada birləşdirir. Orijinallar olduğu kimi qalır. Aydındır? Sual var? Necə? 100% asılı olur. Orada nə dəyişəcək, burada da dəyişəcək. İndi baxacağıq. Append Queries as New eləyirik. Okay. Append pəncərəsi açıldı. Burada 2 cədvəl var. Yəni ki, 2 cədvəl birləşdiririk. Bir də var 3 or more tables. 3 və daha çox cədvəl. Okay. Kliklədik 3 or more tables-ı. Bu formaya düşdü artıq pəncərə. İndi baxın, burada Sales 1 var. Okay. Sales 2-nin üstünə 2 dəfə kliklədik, gəldi, düşdü. Və Sales 3-ü seçdik, add elədik, gəldi, düşdü. Eyni şeydir. Sağlam olun. Sual var mı? Ondan sonra Sales 2 olanda 3 birinci gələcək, sonra 2 olacaq onun altında. Birinci 3-ü gətirəcək, sonra 2-ni gətirəcək. Onun fərqi yoxdur. Yerlərini dəyişmək istəsəniz də, məsələn, kliklədiniz Sales 2-yə. Buradan aşağını basırsınız, düşdü aşağı. Yuxarı eləyirsiniz, qalxdı yuxarı, okey? Əgər təsadüfən səhv eləmişsinizsə, baxdınız ki, Sales 2 mənə lazım deyildi. Buradan X-i basırsınız, getdi. Okey? İndi Sales 2-ni gətirək bura, bunu da qaldıraq yuxarı. Hamıda alındı bu. Əgər hamıda alındısa, okey, klikləyək. Burada görəcək ki, Append 1 adlı cədvəl yaranır. Sual var? Neçə dənə sətr, neçə sütunu var? 7 sətr, yox, 7 sütun, bəli. 85 sətr var. Okay? Və indi keçirik ən maraqlı hissəyə. Keçdik yüngül yük daşımaya, ən axıra. Alınmadı? 13 sütun. Baxaraq şimdi. Yüngül yük daşımaya nə göstərir? Aşağı düşün, baxın, nələrlə aldı. Ortaladığım rəqəmlər çıxdı, hə? O rəqəmlər hansı cədvəlindir? İkinci cədvəlindir. Aydındır? Sual varmı? İndi gənclər, gəlin nə edək? Burada Sales 1-də tarix var idi. Bu tarix sütunun adını dəyişə qoyaq date. Enter klikləyək
append 1-ə gəlsəz görəsiniz ki, date var. Sonra axırlarda bir dənə də tarix var. Və null verir normal olaraq. Çünki date ilə tarixin eyni olduğunu başa düşmür. Hansı cədvəldə elədiniz siz? Necə? Baxın, date hansı cədvəldə date elədik? Tarixi dəyişib date elədik. Hansı cədvəldə? Sales 1. Sales 1-in dəyərlərinin hamısı date-də toplaşıb. Və Sales 1-in məlumatlarının tarixləri nulldur. Çünki tarix sütunu yoxdur axı orada. Okay? Dəyişdiyi adını date elədik. Digərlərində date sütunu yoxdur, tarix sütunu var. Okay? Sual var? Bəli. Bir saniyə, baxacağım. Necə? Burada əslində primary key, foreign key məsələsi yoxdur hal-hazırda. Nalların hansı sətirdə yoxsa hansı cədvələ aid olmasını? Yox, burada məsələn biz birləşdirdik. Yüngül yük daşıma var, SS. Məsələn, o dataları burada 13 dənə datası var. Append cədvəlində amma 86 dənə, 85 dənə var. Sətir. Məsələn, 49-dan başlayır. Niyə 49-dan başlayır? Bax, onu necə bilirsiniz? Onun oraya heç bir aidiyyatı yoxdur, hal-hazırki situasiya. Sales 1-də neçə dənə sətir var? Birinci nəyi birləşdirmişdik biz? Dedik ki, Sales 1-i götür, altına Sales 2-ni birləşdir, onun altına Sales 3-ü birləşdir. Sales 1-də 48 sətir olduğu üçün həmin o 48 sətir kimi hamısına yüngül yükdaşıma naldır. Artıq Sales 2 49-dan başlayır deyə, onu altına yapışdırdı axı. Orada artıq dəyəri olacaq. Hansı formada vermişdiksə biz ona, oradan dəyişə bilərdik ki, Sales 3 birinci olsun, 2 axırıncı olsun və s. Biz dəyişmədik, 1, 2, 3 kimi getdi. Oradan dəyişsək, burada da dəyişəcəkdi. Orada biz desəydik ki, sən birinci Sales 2-ni götür, onda həmin o yüngül yük daşımanın null olmayan dəyərləri birdən başlayacaq. Okay? Sual var mı? Şimdi ben sual var. Yanlış birləşdirmə də ola bilər, yanlış deyil. Məlumat yoxdur sadəcə. Yanlış birləşdirdik biz? Yox. Məlumat yoxdur. Adlar eyni deyilsə, ola bilər ki, o formada yanlış birləşdirmə kimi ola bilər. Ona diqqət eləməliyik mütləq şəkildə. Mütləq şəkildə diqqət eləməliyik. Digər hallarda isə null olması okeydir, nulldur yəni. Dəyər yoxdur. Məlumat yoxdur, nə etmək olar? Heç də. Okay? İndi mən buradan bunun da adını dəyişib tarix qoyum geri yerinə. Okay. Belə. Sual var? Gənclər, sual yoxdursa nə edirik? Sual yoxdursa, keçirik cədvəllərin digər növdə birləşdirilməsini. Digər növ hansıdır? SQL-da necə birləşdirirdik? Merge. SQL-da necə birləşdirirdik cədvəlləri? Joinlərlə. Buradan birləşdirəcəyik joinlərlə. Okay? İndi nədir məsələ? Joinlərlə birləşdirmək üçün əsas şərtimiz nədir?
Məsələn, necə? Bəli, ortaq bir dənə sütun mütləq şəkildə olmalıdır. İndi keçək bir dənə ona da baxaq. İki dənə cədvəlimiz var. Aha, demək ki, bir cədvəlimizdə var ID ad. Bir cədvəlimizdə də var ID, burada da olsun soyad. Okay. Belə 3 dənə ad deyil. Araz. Nə? Lalə. Bir dənə də soyad deyil. Əliyev. Bir dənə də soyad deyil. Mən burada topu yazamam kimi. Nəysə. Deməli, gənclər, iki dənə cədvəlimiz var. ID ad, ID soyad. İndi bu cədvəllər arasında əlaqə qurmaq üçün biz birinci torbaya deyirik ki, bax, mən bu iki cədvəl arasında əlaqə quracağam. Əlaqə qurmağım üçün sənə ortaq sütun lazımdır. Mən sənə deyirəm ki, bu sütun ortaqdır. Bu halda isə bunun ID yoxdur. Nə bilim mən, nömrə yazılmasının heç bir fərqi yoxdur. Okay? Addan fərqi olsa problem yoxdur. Əsas bir dənə şərt odur ki, ortaq sütunlarının ortaq sütunları nəyə eyni olsun? Data tipi. Okay? Biri tekst, biri rəqəmdirsə işləməyəcək. Okay, nə bilim, biri tarix, biri rəqəmdirsə işləməyəcək. Datalar deyil. Necə? Datalar deyil. Dataları eyni olmalıdır, hamısı üstü düşməyə də bilər. İndi gələcəm dünyası. Datalardan əlavə sütunun tipi eyni olmalıdır. Okay, datasının tipi. İndi nə edirəm? Neçə növ var idi cədvəlləri birləşdirmək? İki. Hansılar idi? Yox, elə yox. Joinlərin neçə növ var? Düz deyirsiniz, düzgün vermədim sualı. Joinlərin neçə növ var? O lazım deyilsən. Sonra? Left join, right join. Başqa var idi? Inner join, başqa var idi? Bir də? Lateral hansı? Hansı da? Ümumi ölçələr. Necə? Özü tapır. Özü tapır. Onu bilmir. Bir dənə də bax, alter join. Demək, birinci başlayaq leftdən. Left nə necə? Deyək ki, bu bizim sol cədvəlimizdir. Bu da ki, right-dir, sağdır. Left join nə necə? Bu yazacaq ID, ad, buradan da gətirəcək soyadı. Nə olacaq? ID olacaq 11, burada olacaq 12 və saat. Araz, Lalə. Arazın soyadı nədir? Əliyev. Lalənin soyadı nədir? Nal. Niyə? 11-in gəldi burada tapdı, Əliyevi gətirdi, yazdı. 12-in gəldi burada tapmadı, nal qətir. Aydındır? Right join-da necə olacaq? Right join-da olacaq nömrə, soyad, burada da olacaq ad. Addır, hə. Nə olacaq? 11, 13, burada əli yazıram. 11 olacaq Əliyev, bu olacaq Məmmədov. Ad nə olacaq? Araz,
Olacaqmı? Aydındır. Sual var mı? Left join'da soldakına gətirdi, yapıştırdı, uyğun olanları sağdakı cədvəlinə gətirir. Right join'da sağdakını gətirdi, yapıştırdı, soldakında uyğun olanları gətirdi buraya. Okey? Sonra bir təşkil edir. Necə? Olmayanları deyəndə, baxın, sol cədvəl budur. Digər sağı buna uyğunlaşdırır. Yəni, buradan baxmır ki, buradan Məmmədov var idi, 13 ID var idi, onunla işi yoxdur. Ancaq 11-12-ni gedir burada axtarır. O birisinə baxmır. Okay? Sağda da 11-12 gəlir buradan axtarır. Okay? Digərlərinə baxmır. Sonra var bizdə inner join. Inner join'da nə edəcək? Baxacaq, bu ID-lərdə orta olan hansıdır? Yapacaq ID, ad, burada yazacaq soyad. Orta olan hansı ID-dir? Başqa? Yoxdur. 11 Araz, bu da Əliyev. Okay? Sual var? Ortaq sütunlarda, ortaq dəyərlər hansıdırsa götürdü olur. Bir də var, full join yaxud da outer. Burada nə olacaq? ID, ad, bir də soyad. Burada hər şey olur. Demək, 11, 12, 13. Ad, 11'in adı Araz, Vale, 13'ün adı nədir? Nadı. Arazın soyadı Əliyev, Vale'nin soyadı Nav, 13'ün soyadı Məmmədov. Bəli. Okay. Sual var. Praktikada ən az istifadə olunan full join. Çünki heç kimə lazım deyil. Sual var mı? Sual yoxdur. Ümumiyyətlə, ən çox istifadə olunan praktikada deyilsizlər left join nəyə görə? Ən çox hansı cədvəllər bir-birinə verəcəkdə, bir-birinə birləşdirilir? Transaksiya cədvəlləri ilə müştəri cədvəlləri. Ən tipik cədvəlləri, birləşdirmə cədvəlləri, ən tipik transaksiya müştərilər, transaksiya işçilər, belə şeylər. Məsələn, tutaq, adi bir dənə nümunə verirsə, bax ki, call center-a gələn zənglərdir. Müştəri xidmətlərinə gələn zənglərdir. Hansı bir şirkətdədir? Olsun, tutaq ki, nə bilin, hansı şirkət olsun? Deyək ki, Paşapayda. Ödəniş eləmişsiniz, keçin. Ama yayacaqsınız müştəri xidmətləri. Hələ zənglər, qəbul edirlər. Burada artıq 3 dəfə var. 3 dənə cədvəl olacaq. Hansı cədvəl? Zənglər cədvəlidir, əməkdaşlar cədvəlidir, bir də ki, müştərilər cədvəlidir. Müştəri ID-yə görə, yəni telefon nömrəsinə görə uyğunlaşdırmaq olar ki, zəng edən hansı müştəridir. Daha sonra əməkdaşı da onun zəngi cavablarını əməkdaşın ID-sinə görə əməkdaş cədvəlinə gətirib birləşdirmək olar. Aydın oldu məsələ. Sual var? Bu az istifadə olunan sorular da olmayan Full join mi? Full join. Bu hansı halda istifadə olunur bilirsiniz? Bizə ümumiyyətlə lazımdırsa ki, bütün müştəriləri məsələn tutaq ki, mən baxmaq istəyirəm, müştərilər nə qədər ödəniş edir. İndiyə kimi bütün bazamda olan müştərilər. Mən onda bütün tarixdə seçirəm. Yaxud da deyirəm ki, mən baxmaq istəyirəm son bir ildə bütün müştərilər nə qədər köçürmə edir. Mən onda full join verəcəm ki, bütün müştəri bazam düşsün.
və müştəri bazama uyğun olaraq onların dövriyyəsi düşür. Okay? Onda hər ikisini bir-birinə full join verəndə avtomatik bütün müştəri bazam düşəcək. Amma normalda left join versəm nə olacaq? Transaksiya cədvəlinə qarşına gətirib müştərini yazacaq. Orada çox müştəri olacaq ki, heç istifadə eləməyib həmin müddət ərzində. Okay? Suallar? Sual yoxdur. Bizim də 5 dəqiqəmiz var. 5 dəqiqəyə çatdıraq. Demək ki, indi nə edirik? Burada appendin yanında merge queries var. Burada da merge queries və merge queries as new var. Okay? Eyni məqsəddir. Append queries nədirsə, merge queries odur. Yəni ki, həmin cədvəlin üstündə birləşdirir. As new elədikdə isə yeni yerdə birləşdirir. Buradan seçirik merge queries as new. Seçdikdən sonra birinci cədvəl və ikinci cədvəlimizi seçirik. Birinci cədvəlimiz transactionsdır. İkinci cədvəlimiz vehicles'dır, səhv eləmirəmsə. Yox, vehicles deyil, locations'dır. Okay? İndi nə edirik burada? Ortaq sütunlar hansılardır? Transaksiyanın ID-si. Hər ikisindən seçirik. Transaksiya ID, transaction ID. Seçdik. Aşağıya nə çıxdı? Selection match 1004 of 1004 rows in the first table. 1004'ün 1004'ü də uyğundur. Və burada da join'in növü var. Sol, sağ, inner, outer və s. Bu da olduğu kimi özü qalsa daha yaxşıdır. Yəni özü avtomatik olaraq seçir hansı məqsədə uyğundur. Nə çıxdı? Baxacağam indi bircə saniyə. Daha sonra OK klikləyirik və aşağıda merge 1 alınır. Və burada sağda locations'da Locations cədvəlini gətiririk, birləşdirdik bura. Buradakı filtr işarəsinə oxşar işarə var. Həm sağa, həm sola baxan ox. Buna kliklədikdə buradan çıxır bizə hansı sütunları göstərmək istəyiriksə o sütunları seçirik. Məsələn, transaksiya ID mənə lazımdır. Lazım deyil, çünki onsuz da orijinal cədvəlimdə var. Region enlik uzunluğu seçdik. Bir də burada aşağıda klik var. Use original column name as prefix. Məsələn, siz buradan bunu götürün. Bu lazım deyil. Okay? Amma onun nə olduğunu göstərmək üçün mən burada klikli saxlayacağam. OK klikləyək daha sonra. Sizdə sütunların adları necədir? Region enlik uzunluqdur. Məndə necədir? Locations.region, locations.enlik, locations.uzunluq. Bu deməkdir ki, bu sütunlar locations cədvəlindən gəlməlidir. Okay? Həmin o prefix onu bildirir. İndi burada gərək bir də bunu silim, təzədən eləyim ki, bu prefix olmasın. Okay? İndi gördünüz, prefiksi çıxarandan sonra olmadı. Ancaq region enlik uzunluq.
Sual var? Necə? Çünki solda daha çox idi sətir sayı, ona görə. Sol cədvəldə. Buyurun. Necə? Başa düşmədim. Aha, locations.region. O bir əllə uzadırıq axı işimizi. Məsələn, gəlirəm bura, buradan locations'ı sildim. Sonra keçdim bura, buradan locations'ı sildim. Eyni şeydir. Sual varmı? Sual yoxdursa, indi nə edəcəyik? Faylı save eləmək üçün. Kim Power BI-də işləyibsə və Excel-də işləyibsə, eyni formadadır. Nə edirik? Necə? Ctrl S deyil burada. Bu necə? Power Query-də Ctrl dəyməyin, yəni. O demək yoxmuş kimi davranın, okey? Nə edirik gənclər? Close and load eləyirik Excel-də. Power BI-də də close and apply. Close and load elədikdə və yaxud da close and apply elədikdə bizim datalar gəlib düşəcək Excel-ə və yaxud da Power BI-in özünə. Excel-də fikir verdiniz, bu formada gəldi. Merge 1, Append 1, Vehicles, Transactions, Sales 3 və s. Bütün datalar gəldi bu formada düşdü. Aydındır? Power BI-də necə düşdü? Hamısı gəldi, bu hissəyə gəlib düşəcək. Bir də burada datada həmin o elədiyimiz cədvəllərin adları görünəcək. Hə? Göründü cədvəllərin adları, kimdə Power BI-dədsə. İndi Power BI faylını yadda saxlamaq üçün də Excel aydın məsələdir. Necə yadda saxlayırıq? Yəqin ki, bilirsiniz. Power BI yadda saxlamaq üçün də fayla keçdik. Buradan seçirik Save As, Browse this device. Daha sonra harada istəyirik saxlayırıq. Məsələn, desktop yazaram bura, tutaq ki. PBI neçənci qrupdur? 44-dür? 44. Burada yazıram -1 məsələn. Save elədik və salam, getdi. Okey? Sual varmı? Hə, gənclər. Sual yoxdursa dərsi yekunlaşdıra bilərik. Növbəti dərs görüşərik.